İnteqrasiya mövzusunun 2-ci hissəsinə davam edirik. Deməli, 2-ci hissədə müxtəlif fənlərdə mövzunun bir-birinə necə birləşdiyi göstərilir. Müəllim kimya dərs nümunəsində sənə karbon qazını, yəni şagirdə karbon qazının əhəngli suyu necə bulandırdığını danışır və şagird bununla bağlı bir məsələ həll etdirir. Bu zaman şagird həm maddələrin xassələrini öyrənir, həm də riyazi hesablamalar edir. Yəni kimyanın iki fərqli budağı bir tapşırıqda birləşir. Yəni şagird tarixdə Səfəvilər dövlətini keçəndə müəllim şagirdə təkcə müharibələri yox, həm də həmin dövrdə insanların yaratdığı gözəl incəsənət nümunələrini, tikdikləri sarayları öyrədir. Beləcə şagird həm dövlətin tarixini, həm də mədəniyyətin eyni anda öyrənib böyük bir rəsm əldə edir. Yəni ki, hissəni bir-birinə inteqrasiya edir. İngilis dili nümunəsi, ingilis dilində sağlam həyat tərzinə aid bir mətni oxuyur, oxu bacarıq, sonra isə oradakı fikirlər haqqında dostlarının qarşısında ingiliscə danışır. Danışıq bacarıq, iki fərqli dil gücü bir araya gəlir. Fəndaxili şaquli inteqrasiya. Fəndaxili şaquli inteqrasiya bir fən daxilində eyni məzmun xəttinin standartlarının siniflər üzrə əlaqəsini əhatə edir. Şaquli sözünü bir pilləkən kimi təsəvvür edək. 6-cı sinifdən 7-yə, oradan da 8 və 9-cu sinifə keçirsən, hər il pilləkənlərlə yuxarı qalxdıqca keçdiyin eyni dərs, məsələn, Azərbaycan dili və digər fənlər yerində saymır. Hər il biraz daha böyüyür, dərinləşir, güclənir, amma kökü həmişə aşağı sinifdə öyrəndiyin qaydaya bağlı qalır. Cədvəlin mətnin izahı böyüdükcə bacarıqlarımız necə dəyişir? Şəkildəki sol tərəfdə deməli, rəngli cədvəl bizə pilləkənlərlə qalxdıqca eyni qaydanın necə çətinləşdiyini göstərir. 6-cı sinifdə yazılıb orada 6, tre işarəsi 2.2.1, yəni sən mətni oxuyanda oradakı sadə faktlar, hadisələr arasında əlaqə qurursan. Məsələn, yağış yağdı, ona görə də yerlər islandı. 7-ci sinifdə orada bir rəqəm verib 7, tre 2.2.1, biraz böyüyürsən, artıq mətndəki hansısa kiçik bir hekayənin, epizodun bütün mətn üçün nə qədər vacib olduğunu tapırsan. 8-ci sinif, yenə 8, 2.2.1. Daha da böyüyürsən, indi mətndəki fikri sadəcə tapmırsan, həm də sübut etmək üçün güclü dəlillər, argumentlər gətirirsən. 9-cu sinif 2.2.1, lap böyük sinif olursan, indi mətndəki fərqli hadisələri bir-biri ilə müqayisə edirsən. Oradakı ziddiyyətləri, yoğunsuzluqları tapıb öz fikrini tam sübut edirsən. Deməli, gördünüz, qaydanın sonu həmişə eyni rəqəmlə bitir, 2.1, amma başındakı sinif rəqəmləri dəyişir. 6, 7, 8, 9. Böyüdükcə beynin gücü də pillə-pillə artır. Digər dərs nümunələr, məsələn, riyaziyyat böyük və kiçik sinif əlaqəsi. Sənə belə bir misal verilir. 524 çıxılsın 187 bərabərdir neçə? Bu çıxma əməlini edirsən, sonra müəllim deyir ki, aldığın cavabın düzgünlüyünü toplam əməli ilə yoxla. Sən ibtidai sinifdə 3-cü, 4-cü sinifdə öyrəndiyin ədədlər və əməllər qaydasını yada salıb bu böyük misalı asanlıqla həll edirsən. Köhnə biliklər təzə biliklərlə kömək edir. Kimya dərsində evdə istifadə olunan sirkə turşusunun üzərinə biraz çay sodası tökəndə köpüklənmə baş verir. Müəllim sənə bu hadisəyə baxıb reaksiya tənliyini yazmağı, bunun hansı növ reaksiya olduğunu tapmağı tapşırır. Sən yuxarı sinifdə keçdiyin fərqli kimya qaydasını bir araya gətirib məsələni sehrbaz kimi həll edirsən. Yəni təcrübə, təsnifat, reaksiya yazmaq. Qısası bu səhifədə bizə deyir ki, məktəbdə öyrəndiyimiz hər şey bir-biri ilə əlaqəlidir. Böyüdükcə bu əlaqələr daha da güclənir. Və 2-ci hissənin tamamı dinləyin, oğurlar.